Salam əziz izləyicilər. Bugünkü imtahandan bir testlə qarşınızdayım. Verilmiş qısa mətnə uyğun olaraq düzgün cavabları seçməliyik. Looking for a fun way to learn English. İngilis dilini öyrənmək üçün əyləncəli bir yol axtarırsınız. Come to the classes in our language center where you can speak, listen and make new friends. İngilis dilində danışa, dinləyə və yeni dostlar edinə biləcəyiniz bizim dil mərkəzimizə, dərslərə gəlin. Join today and get special discount for the whole year. Bugün qoşulun və bütöv bir il üçün xüsusi endirim alın. İndi baxaq görək bu qısa mətnlə bağlı hansı yanlış və hansı doğru cavablar var. Təbii ki, biz doğru cavabları seçməliyik. A variantında students can get a discount if they bring a friend. Tələbələr əgər dostlarını gətirərlərsə, bir dostlarını gətirərlərsə, endirim əldə edə bilərlər. Biz qısa mətndə belə bir şey oxumadıq, belə bir cümləyə rast gəlmədik. Sadəcə olaraq qeyd olundu ki, burada yeni dostlar edinə bilərsiniz. Yeni dostlarınız ola bilər. Qarışdırmayın. B variantında Language Center offers an enjoyable way of learning English. Yəni dil mərkəzi ingilis dilini öyrənməyin əyləncəli yolunu təqdim edir. Bu söz məhz for a fun way to learn English. Enjoyable, fun. Hər ikisi eyni mənanı ifadə edir, əyləncəli, xoşa gələn mənasını ifadə edir. Bəli, dil mərkəzi ingilis dilini öyrənməyin əyləncəli yolunu göstərirdi. Yuxarıda da birinci cümlədə looking for a fun way to learn English eyni məna ifadə olunurdu. Əslində düzgün cavab B variantıdır, amma biz digər bəndlərə də baxaq. Discounts are available only for speaking classes. Yəni endirimlər sadəcə danışıq dərsləri üçündür. Belə bir cümləyə rast gəlmədik. Endirim bugün qoşulan və bugün qoşulanlar üçündür və nəticədə bütöv bir il üçün endirim olacaq. D variantında students are offered free classes in the center. Yəni tələbələrə bu mərkəzdə havayı, pulsuz dərslər təklif olunur. Belə bir şey yox idi. Və Y variantı students can get discount if they join tomorrow. Yenə də diqqətli olmağımız tələb olunur. Deyir tələbələr əgər sabah qoşulsalar endirim əldə edə biləcəklər. Xeyr, sabah yox. Məhz bugün qoşulanlar endirim əldə edəcəklər.